Mənim əziz izləyicilərim, gəlin olmağa hazırlaşan əziz qızlarım, hər birinizi xoş gördük. Bugün uzun illər Germaniyada yaşayan bir həmyerlimizin Azərbaycanda toy məclisi var idi və Fidan xanımın dəvəti ilə komandamla bərabər otel çəkilişinə getdik. Hər bir detalına kimi Fidan xanım bizə əmanət etmişdi. Onu da nəzərinizə çatdıraq ki, gəlinlik belə şəxsən bizə aid idi. Mənim ən yaxın rəfiqəm olan Vüsalə xanımın rəhbərliyi altında olan Simpatiya gəlinlik evi. Həqiqətən hər bir detalına qədər fikirləşirlər, hər bədən ölçüsünə uyğun möhtəşəm gəlinlikləri Simpatiya gəlinlik mərkəzindən əldə edə bilərsiniz. Və burada nəhayət ki, gəlinimizi hazırlamağa başlayırıq. Ümumiyyətlə hər kəs bilir ki, gəlinlik obrazına hazırlaşan gəlinlər çox həyəcanlı, təşviş içində olurlar. O gün necə görünəcəklər deyə sual altında olur və biz də çalışdığımız qədər bizimlə məsləhətlərimizə gəlinlərimiz qulaq asır və ona uyğun möhtəşəm işlər ərsəyə gətirməyə çalışırıq. Və çalışdığımız qədər saçla makyaj bir-birini hər zaman tamamlanmalıdır. Onu da nəzərinizə çatdıraq ki, makyaj şəxsən özümə aid olur, saçlar da mənim stilistlərimə aid olur. Və bugün stilisti Mədinə xanım etdi gəlinimizin saçına. Görün gəlinimiz necə gözəl görünür. Necə yumşaq üz ifadəsi var ən əsası. Kəskin üz ifadəsi yaratmamışıq gəlində. Burada isə artıq gəlinimizin saçı, makyajı, gəlinliyi tamamlanır. Moni ilə bərabər möhtəşəm şəkillər ərsəyə gətiririk. Bu arada nəzərinizə çatdıraq ki, Molly ilə də fərqli çəkilişlər ərsəyə gətirə bilərsiniz. Və çəkilişlərinizdə Molly də sizin yanınızda gözəl görüntü yarada bilər. Gəlinimiz hazırdır. Bugünlük bu qədər. İnşallah hər kəsin ürəyici olan bir video olar. Öpürəm sizləri.